Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat istintaq tədbirləri zamanı Balakən rayon İcra Hakimiyyətinin başçısı olmuş Rzayev İslam Vahid oğlunun həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş küllü miqdarda özgə əmlakını mənimsəməsinə və çoxsaylı korrupsiya cinayətlərinə yol verməsinə əsaslı şübhələr yaranmışdır. Müəyyən olunmuşdur ki, İslam Rzayev Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində fəaliyyət göstərdiyi dövrdə dövlət büdcəsindən işsiz və az təminatlı şəxslərə rayon ərazisində təmir, tikinti və abadlıq quruculuq işlərinə ayrılmış maliyyə vəsaitlərini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmiş, belə vəsaitlərin təyinatı üzrə xərclənməsini təşkil etməmiş, eləcə də vəzifəli şəxslərdən və iş adamlarından rüşvət almışdır. Faktla bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində başlanılmış cinayət işi üzrə İslam Rzayev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 küllü miqdarda mənimsəmə və 311.3.2 təkrar rüşvət alma maddələri ilə məsuliyyətə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq əməliyyat tədbirləri davam etdirilir.